Məhəllənizdə bir qadının döyülmə səsini eşitsəniz nə edərdiniz? Это соседи, супружеская пара. Я, по-моему, тебе рассказывал. Нет. Bəs həmin səslər hər gün gəlirsə və dözülməz həddə çatıbsa necə? Böyük ehtimalla bunun qarşısını almaq üçün polisə zəng vurardınız. Polis isə sizə deyir ki, şikayətə baxılması üçün qadın özü müraciət etməlidir. Qadın özü müraciət etmirsə, deməli halından məmnundur. Ancaq vicdanınız sizi rahat buraxmır. Bu zorakılığın qabağını almalısınız. Nəsə etməmək üçünsə səbəbiniz çoxdur. Axı sizi türmədən yenicə şərti azadlığa buraxıblar. Əgər cinayət törətsəniz, daha ağır cəzaya məruz qalacaqsınız. Bəs niyə qonşuluqdakı adamlar nəsə etmir? Kimisi pəncərəsini bağlayır, kimisi musiqiyə çox səs verir. Hamının da sanki nəsə sirri var. Vəziyyəti necə həll etmək olar? Bağlı qapı filmi məhz bu kimi etik məsələləri ortaya atır və araşdırır. Hətta buna görə Ümumİttifaq mükafatı almağı bacaran nadir Azərbaycan filmlərindən biridir. Bu filmi izləmisinizmi? Haqqında nə düşünürsüz?